Bismillahirrahmanirrahim. Allahümme salli ələ Muhammedin və əli Muhammed və əccəli vəliyəkəl fərəc. Hər birinizə Allahın salamı, rəhməti və bərəkəti olsun, əziz xanımlar. Əmir əl-Mömin əleyhissalam buyurub ki, Quran-ı Kərimdə qəlblərin baharı və elm çeşmələri vardır. Bugün 3 hərfimizin təlimini keçəcəyik. Bunlar ləm, mim və nun hərfləridir. Hər biri Azərbaycan dilindəki l, Azərbaycan dilindəki m və Azərbaycan dilindəki n kimi səslənir. Bir özəlliyi yoxdur. Hər üçü də incə hərfdir. Və indi isə hərflərimizi öyrənək. Ləm hərfi sərbəst forması, ləm hərfi ortada gələndə, ləm hərfi sonda gələndə, mim hərfi sərbəst forması, mim hərfi əvvəldə, mim hərfi ortada və mim hərfi sonda. Sonuncu hərfimiz nun hərfidir. Sərbəst forması əvvəldə gələndə, ortada gələndə və sonda gələndə. Hərflərimiz bu qədər.